Salam, hər vaxtınız xeyir olsun, əziz Turan sevərlər. Oyundan oyuna buraxılışının növbəti buraxılışında hər birinizi xoş gördük. Hər verilişdə olduğu kimi bu dəfə də həmkarım İlkin bəy ilə birlikdə sonuncu Sabah komandası ilə oyun və növbəti turda Qərb derbisinin hazırlığı haqqında danışacağıq. Xoş gördük İlkin. Gördüyüm için. İlk öncə Sabah komandası ilə ağır oyun. Bilirik ki, əvvəldən də bilinirdi ki, Sabah komandası da ideal komandadır bu mövsüm və hər il olduğu kimi o komanda bu il də çox yaxşı heyət yığıb və bizi bir ağır oyun gözləyirdi. Və mənim fikrimcə oyun daha çox taktiki baxımdan üstün getdi. Məşqçilərin taktikası baxımından biz oyunu seçdik və mərkəzdə daha çox oyun keçdi. Nəinki qapıların qarşısında, cəza meydançasında. Sənin ümumi oyunla bağlı fikirlərin, araşdırman və ümumi nəticə. Belə deyim, bundan öncəki verilişdə, oyunların verilişində xatırlayırsanız Azər İsmaildən çıxmışdıq ikimiz və o verilişdə Azərlə hər ikimiz qeyd elədik ki, bu oyun yarım müdafiəçilərin mübarizəsi olacaq və yarım müdafiədə kim qalib gələcəksə, o da üstün olacaqdı. İlk hissəyə görə Turan həqiqətən o qarşısına qoyulan hədəfləri yerinə yetirməyə yaxın idi. Komanda rəqib komandasının qarşısında pressingdən qarşılayırdı, dörtlü pressingdən qarşılayırdı. Belə ki, realda olan üç futbolçudan yanaşı, hansı ki Ozobic, Jo Baptista və Alexlə yanaşı, Olaba və Serona dəyişərək, hücumdan hücuma dəyişərək dörtlü pressing edirdilər və birinci isə Sabah demək olar ki, yarımda oyunun mərkəzini keçmədi. Olmağına az gol epizodu yaratdıq bəlkə də. Bunun da səbəbləri var, obyektiv səbəbləri hansılardır? Sabah həddən artıq aqressiv futbol oynayırdı. Xatırlayırsansə, mənlə son səfər xatırlamıram, bir hissə ərzində o qədər qayda pozuntusu hasılı oyunda görürəm və hətta bir çoxlarını hakim qeydə almırdı. Bu da əsas problemlərdən biri buydu. Məsələn, iki fərqli hissə izlədik Turan ifasında və ikinci hissənin fərqli olmasının səbəblərindən biri ilk hissədə rəqibin həddən artıq aqressiv oynaması, tez-tez qaydanı pozması idi. Yəni Turan hücuma çıxmağının qarşısını Sabah əsasən qayda pozuntularıyla alırdı. Elə Serrano'nun epizodu götürək məsəl üçün çox təhlükəli oyun idi, amma hakim xəbərdarlıq belə etmədi rəqib futbolçu. Cərimə zərbəsini qeydə almadı və eyni zamanda bizim xeyrimizə qeydə alınan cərimə zərbələrinin böyük əksəriyyəti rəqib cərimə meydançası yaxınlığında yox, təhlükəsiz zonalardaydı. Məsələn, rəqib öz cərimə meydançasının qarşısında xüsusilə Ozobic və Alexə qarşı çox qayda pozurdu, amma adətən fit tuturdu. Mən hətta narahat idim ki, Ozobic, Alex və Hurtado çox ağır zədə ala bilərlər. Çünki ayaqlarına çox sərt zərbələr endirirdilər. Və belə situasiyada da qol epizodu yaratmağa çətinlik çəkirdik. Baxmayaraq ki, ilk hissəni həqiqətən də rəqibdən üstün keçirdik. Və ikinci hissədə artıq komanda komanda hiss edirdi ki, hər dəfə hücuma çıxanda rəqib cərimə qarşısını alır hücumların və alternativ bir yol tapmaq lazımdır sürət hücuma keçmək üçün. Bu da uzun toplar idi. Belə deyim də, təsəvvür elə hər birimiz işə gəlirik də səhər tezdən. İşə gələrkən konkret asan bir yol seçirik ki, bu yolla daha tez çalışırıq işə və daha az yolla yollayacağıq. Hədəfimizi daha tez çatacağıq. Və bu yolda səni bir neçə şəxs daşlayır hər gün. Hər gün sən bu yolu getsən səni daşlayırlar və heç kəs onları cəzalandırmır, heç kəs onları tənbih etmir. Onlar rahat şəkildə səni daşlayırlar. Sən artıq sənə bir xof yaranır psixoloji ki, mən bu yolu hər dəfə gedəndə mən daşlanacağam və məni daşlayan adamlar cəza çəkməyəcəklər. Heç bir cəza olmayacaqdır. Alternativ yollar axtarmağa başlayırsan. Alternativ yollar da təbii ki, ilk yolda seçdiyin hədəf qədər asan olmur. İkinci hissəyə komanda belə çıxmışdı ki, rəqib biz topdan oynamağa çalışırıq, yarım müdafiə xəttini, rəqibin müdafiəsi və yarım müdafiə xəttindəki bariyerlərini qısa toplarla yarmağa çalışırıq, pressing edirik, topu alırıq, amma nəticədə rəqib qayda pozur və fit susur. Alternativ yol tapmaq lazımdır və buna görə komanda yenidən uzun toplarla oynamağa qayıtdı. Halbuki bizə uzun toplar da çox vurulur. Lakin burada da hava mübarizələrində tez-tez qaydalar pozulurdu. Bizim oyunu, əslində oyunun məntiqli gedişatının nəticəsi 0-0'lıq bərabəri idi. Çünki hər iki komanda çox gol epizodu yaratmadı, çox az gol epizodları oldu. Lakin cəmi 2 fərdi səhv oyunun bizim 2-0 hesablı məğlubiyyətimizlə nəticələndi. Mən demirəm Turan ideal oynadı, amma ideal oynamamağında obyektiv səbəbləri var idi. Bunların bir neçəsini dedim. Hurtadonun və Veysel Rızayevin həqiqətən də buraxdıqları fərdi səhvlər nəticədə bizim top buraxmamızla nəticələndiği üçün onlar da oyunu əslində pis keçirmədilər, xüsusilə Hurtado. Hurtadoya qarşı özünə gördün, həddən artıq çox qayda pozuntuları var idi. Mən hətta bayaq da qeyd etdim. Zədələnəcəyindən qorxurdum Hurtadonun. Hətta o bir neçə demək ki, oyun ərzində ona qarşı qayda pozuntuları oldu Sabahın hücumçuları tərəfindən. Ondan sonra məncə o səhvə yol verir. Çünki hiss edirəm ki, ayağında ağrı hiss edir və
o topa qaçarkən sanki ayağı burxuldu və o səhvdən sonra da Sabah artıq hesabatsızdır. Hətta epizoda diqqətlə baxsan, o epizodda belə rəqib top alandan sonra Hurtado onun ayağının altından zərbə endirir, yəni butsunun altından zərbə endirir ayağına. Və o epizodu Hurtado məsələn uzaqlaşdırılsaydı, gol epizodu olmayacaqdı və ikinci hissədə də Veysalın ikinci hissə oyunun sonlarında Veysalın penalti epizodu. Orada da Veysal əslində qalsa bəlkə uzaqlaşdıra bilər. Sadəcə olaraq Veysalın istəyi o idi ki, vaxt azdır, sürətlə topu çıxartsın hücuma və komanda hücum qura bilsin. Bir neçə futbolçunu alladıb, o da alınmadı təəssüf ki, olur futboldur bu. Amma iki fərdi səhv nəticədə oyunu udmağımıza səbəb oldu. Amma yenə deyirəm, mən ilk hissəyə göstərilən futboldan sonra deyirdim ki, biz ikinci hissədə rahatlıqla rəqibi qalib gələcəyik. Çünki rəqib bizə qarşı ilk hissədəki oyuna görə yarım dəfə xəttini keçə bilmirdi və hücumlarımızın qayda pozuntusu xaricində almaq yolları yox idi. Amma təəssüf ki, nəticə bununla nəticələndi və ilk hissədə vurduğumuz qol, mən həmən günü bir neçə oyunda, Avropa klublarının oyunlarında oxşar epizodlar oldu və hər bir epizodda da qol qeydə alındı. Offside yoxdur. Alex Souza qeyd edirlər ki, epizodda iştirak edirdi. Alex Souza əslində qalsa o halda ki, orada qol qeydə alınmır ki, epizod offside olan, epizodda olmayan futbolçu özü bilərəkdən rəqibi müdafiəçini blok edir. Amma Alex Souza blok eləmirdi. Hətta 10 kameradan baxanda görsənər ki, Alex ümumiyyətcə dərmirdi rəqib müdafiəçisinə. Rəqib müdafiəçinin özü gəlir Alexi itələyir orada. Yəni burada təmiz qol idi. Təəssüf ki, onu da qeydə almadılar. Sabah oyununda artıq neçənci dəfədir bizim təmiz qolumuz qeydə alınmır. Təəssüf ki, ümumiyyətlə keçən mövsümdən. Yəni bu qədər. Səbəblər buydu o oyunun. Komanda birinci sənayə oynadı. Təəssüf ikinci hissədə, ilk hissədə nümayiş etdirə bilmədi. Ümumi oyunla bağlı çox düzgün məqamlara toxundu. Mən əsas ikinci sual olaraq, belə deyək, ikinci hissə olaraq verilən qərarlara və oyunun qırılma anına toxunmaq istəyirdim ki, məsələn, oyun ərzində bir neçə dəfə bilirik ki, xırda follar oldu, azarkeşlərimizin hakim narazılığı, təbii ki, hətta klubumuzun rəsmi səhifəsində də bununla bağlı paylaşımlar oldu. Həm ofsayt epizodu, həm o digər verilməyən, belə deyək, qırmızı vərəqə və digər məsələləri vurğulamaq istəyirəm. Bunlar mənə elə gəlir ki, az da olsa komandanın oyununa təsir göstərir. Çünki bilirik ki, bizim komanda olaraq, yəni bunu etiraf etməliyik ki, baxımlı futboldan daha çox nəticə futbol oynayan bir komandamız var. Çünki Qurbanberdiyev illərdir, yəni bu öz sisteminə sadiq qalır və bunun da sayəsində istər Rubin Kazanda, istər digər komandalarda bir xeyli nailiyyətlər əldə edib. Təbii ki, bilirik ki, indiki dövrdə futbol biraz dəyişib, ümumi Avropa futboluna uyğunlaşmaq, ayaq uydurmaq lazımdır. Ancaq Azərbaycan çempionatında biz bilirik ki, bu sistemlə Zirə də nəticə qazanıb, ötən il Araz Naxçıvan da yəni eyni sistemlə nəticə qazanıb. Sadəcə olaraq nəticə futbolu bizim üçün daha vacib. Çünki tarixdə nəticə qalır və baxımlı futbol, komandamız baxımlı oynadı, amma uduzdu. Çünki bilirik ki, komandamız bu il qarşısına hədəflər qoyulub və bu qarşıya qoyulan hədəflər uğrunda irəliləyir. Artıq 5 tur geridə qalıb və 3 qalibiyyətimiz var və 2 məğlubiyyətimiz var. 9 xanla komandamız hal-hazırda turnirin üzərində ilk dördlüklə qərarlaşır və belə deyək ki, ilk yerdə olan komanda bizdən bir o qədər də irəlidə deyil. Və bu da təbii ki, komandamızın xeyrinə işləyən məqamlardan biridir və nəzərə alsaq ki, hələ bizi qarşıda 28 tur gözləyir. Yəni birinci dövrə hələ yekunlaşmayıb. Müsbət məqamlar, yəni nəzərə çatdırmaq ki, komanda artıq bütün heyət optimal formadadır və bilirik ki, son zədəli əsas heyət üzvlərindən Şəhriyardır və Marandiçi bilirik ki, artıq yanvardan sonra baş məşqçi açıqlama verib qayıdacaq. Ümumi olaraq bu heyətin, belə deyə, hakimi verdiyi qərar və qısa gol epizodu səncə nəticəyə nə qədər təsir Təbii ki, təsir göstərdi. Bayaq da qeyd elədiyim kimi, o qol qeydə alınsaydı ümumiyyətlə tamam fərqli oyun gedəcəkdi. Biz bilirik də Turanın özəlliyi var. Bu tək Turanın özəlliyi deyil. Sən Berdiyevin bundan qabaqki komandalardakı verdiyi nəticələrdən danışdın. Nəinki oynatdığı futbol, topladığı heyətlər belə hər yerdə eyni olub. İstəyir Rubində, istəyir Rostovda, bu gün Turanda təcrübəli futbolçuların və gənc futbolçuların vəhdəti. Və adətən də Berdiyevin taktiki planında budur ki, təcrübəli futbolçular ilk hissədə çıxırlar, rəqibi təzyiq göstərirlər, sonradan gənc futbolçular çıxır, aktivlik qatırlar oyuna və nəticə əldə olunur. Bu gün yığılan heyətdə tamamilə Berdiyev fəlsəfəsinə uyğundur və mən bu heyətə həqiqətən potensialına güvənirəm. Və mən əminəm ki, gələcəkdə müsbət nəticələr gələcəkdir. Sadəcə olaraq bu məqamlar, bax qeyd etdiyimiz məqamlar, təmiz sağmayan qollar və eyni zamanda bəzi epizodlarda verilməyən cərimə zərbələri komandamızın lehinə, xüsusilə rəqib qapısının yaxınlığındakı cərimə zərbələri, hakimin demək olar ki, oyun ərzində ümumiyyətlə rəqibə irad bildirməməsi, xəbərdarlıq etməməsi ən az şifahi formada futbolçulara bir psixoloji baryer yaratdı. Bu avtomatikdir. Bayaq da qeyd elədim. Səni bir yerdə yolda gedərkən daşa basırlarsa, daş atırlarsa sənə, sən də
avtomatik xof yaranır özündən asılı olmadan. Yenə deyirəm, komandamız birinci ilə 2 xal fərqimiz var. Rəqiblərimizin 3 oyunda qalib gəlmişik. Sən də qeyd etdiyin kimi irəlidə 28 tur var. Komandanın heyəti yavaş-yavaş oturuşur. Hər bir futbolçu isə onun üçün yavaş-yavaş komanda yoğunlaşır. Məsəl üçün komandanın liderləri olan futbolçular hansı ki çox vacib rol oynayırlar komandada. İstəyir Enrique-dir, yeni transferdir. Enrique təəssüf ki, zədələndi sabahla oyunda. Eyni zamanda Serrano'dur, həmçinin Ozobic və Vacıdır. Bu futbolçular komanda yeni qoşulublar. Jo hücumçumuz yeni qayıdıb zədədən. Bunlar bir-birlərini tanımalıdırlar. Bunun üçün də bir qədər zaman lazımdır və ona da baxanda hiss olunur ki, futbolçular bəzi epizodda hələ də tam olaraq bir-birini anlamırlar. Amma bu anlaşma mən düşünürəm ki, 2-3 turdan sonra ideal formaya gələcəkdir. Son transferimiz haqqında O futbolçunun ümumiyyətcə mən keçən mövzuda verişdə qeyd etmişəm. Adamın CV-si öz yerinə danışır. Təcrübə yaşayıbdır, böyük Avrokubok təcrübəsi var, çempionluqlar yaşayıb, titullar qazanıb və titul qazanmaq üçün belə futbolçuların olması çox mütləqdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, onun mövqeyində Abdullah Rzayev və Faiq Hacıyev oynayırlar və həm Faiq və həm Abdullah belə təcrübəli futbolçudan uğurladıqları nələrsə olacaqdır və oyunlarında artım olacaqdır. Biz həm transferlər tək bizim kimi komandalarda transferlər tək nəticə baxımından önəmli deyil. Həmçinin də gələn təcrübəli futbolçuların akademiya uşaqlarına, o futbolçulara qatqı verə biləcəkmi? Bu da vacibdir. Bunu da biz edirik. Çünki bilirsən ki, akademiyada bir neçə futbolçu var ki, mütəmadi olaraq əsas komanda ilə təlim məşq toplanışlarına qatılırlar və orada təbii ki, Vacı kimi, Ozobic kimi, Enrique kimi və yeni transferimiz Jorge Silva kimi futbolçulardan nələrsə oxuyub öyrənəcəklər. Bu da müsbət məqamdır. mən Jorge Silva'nın oyununda ən çox bəyəndiyim məqamlardan biri onun asmaları oldu. Təbii ki, bilirik ki, biz komanda olaraq cənab oyuncularını Berdiyev həmişə asma futbol, yəni uzun toplardan istifadə edərək hücumçuları topla təmin edir və bu da məncə bu sağ cənab baxımından çox yaxşı oldu ki, artıq o məsələn Faiq də yaxşıdır, Faiq müdafiə aspektinə baxanda daha üstündür, hə. Amma bu yeni gələn Jorge Silva mənə gəlir hücum futboluna daha çox dəstək olacaq. Ümumi sabahla oyuna toxunacağımız məqamlar məncə bunlar idi və qeyd edim ki, oyun günü hazırda çox çətin hava şəraiti var idi. Həm küləkli, həm yağışlı, həm çox soyuq, sanki bir qış havası var idi. Buna rəğmən 500-dən çox, bəlkə də 500-ə yaxın məncə Turan azarkeşi komandamız yenə yanındaydı və mən hər zaman deyirəm, bu sözümü yenə vurğulayıram ki, Turan Tovuz azarkeşləri istənilən oyunda, ötən mövsüm, ondan əvvəlki mövsümdə sanki rəqib yox, öz meydanımızda oynayırmışıq kimi bir təəssürat yaradır. Buna görə də hər iki azarkeş qrupumuza və digər azarkeşlərimizə, ümumiyyətlə Turanı dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirik və hər zaman komandamızın yanında olmağını arzulayırıq. Çünki sən də hər zaman qeyd edirsən, mən də qeyd edirəm ki, Turan azarkeşləri tək qalibiyyətdə deyil, istər məğlubiyyətdə, istər çətin gündə komandamızın yanında olublar. Onlara da bir daha təşəkkürümüzü bildiririk. Və təbii ki, komandamız məğlub olsa da bilir ki, Turan azarkeşləri məğlubiyyətlə heç vaxt razılaşmırlar. Bunlarla yanaşı təbii ki, futbol elə bir sahədir ki, elə bir belə deyək, idman növüdür ki, burada məğlubiyyətlər və qalibiyyətlər qaçılmaz. Yəni, məğlubiyyət hər zaman ola bilər. Bəzən gözləmədiyin bir anda ən güclü komanda, ən zəif komandalardan birinə məğlub ola bilər və yaxud da əksi ola bilər. Ona görə də biz komandamıza inanırıq və çalışırıq ki, bu bəzən məğlubiyyətlərdən sonra komandamıza neqativ yanaşmayaq və biraz pozitiv məqamlara da köklənək. Hansı ki, həmin pozitiv məqamlardan biri hal-hazırda komandamızın gördüyü infrastruktur layihələridir ki, bu da paralel olaraq həm əsas heyətin formalaşdırılması, həm də infrastrukturun həyata keçirmək bir çox çətin prosesdir və kənardan bəlkə də asan görünə bilər, ancaq maliyyə baxımından, istər digər məsələlər baxımından təbii ki, əlavə yüklü, əlavə xərcli. Bilirik ki, hər hansı bir infrastruktur layihəsini həyata keçirmək üçün xeyli maliyyə tələb olunur. Və təbii ki, Huner qrup və Ehtiram müəllim artıq komandamızı öz öhdəsinə götürdükdən sonra bir sıra infrastruktur layihələri həyata keçirilib. Yeni bazanın tikilməsi, təbii ki, futbolçuların Tovuz şəhər stadionunda, yəni qalmaq üçün bütün ən son müasir belə deyək, hər şeylə təmin olunub. Bununla yanaşı Kürdaxanı bazasının tikilməsi bilirik ki, əksər futbolçular Bakıda qalmağıyla bağlı və yaxud da digər məsələlərlə bağlı o çox vacib idi və Bakıda stadion azlığını və komanda çoxluğunu nəzərə alsaq, bu da çox mükəmməl bir addım idi və hal-hazırda komandamız orada çox yaxşı formada məşq edir. Hətta stadion çox ideal vəziyyətdə olduğu üçün AFFA-nın müəyyən yaş qrupları və hətta U21 də son belə deyə hazırlıq toplantısını orada keçirdi. Bunlarla yanaşı ən vacib məqam Tovuz şəhər stadionunun təbii ki, o törtüyünün dəyişdirilməsi oldu və bilirik ki, Ehtiram müəllim də açıqlamasına qeyd etdi ki, biz oktyabrın sonundan etibarən artıq rəqiblərimizi öz meydanımızda, öz təbii meydançamızda qəbul etməyə
çalışacağıq. Ən sevindirici məqam odur ki, işlər belə deyək, söz verildiyi vaxtdan daha tez həyata keçirilir. Sanki Evren də bizə bu məsələdə bir dəstək olur və bilirik ki, bu ən ideal ot əkimi vaxtı elə bu vaxtdır. Çünki yayda bilirik ki, havalar çox isti keçir, ancaq payızda artıq həm günəşli, həm də yağışlı havalar olduğu üçün və ot əkiləndən sonra mütəmadi yağışın yağmağı, bir gün yağış, bir gün gün olmağı da sanki bizim bu həyata keçirdiyimiz işlərdə bizə bir dəstək kimidir. Bəli, yardım olur. Buna görə də müsbət məqam kimi bunu qeyd etmək istəyirəm ki, artıq Tovuz şəhər stadionunda ot örtüyünü dəyişdirməsi prosesi yekunlaşıb və ot sürətlə düzəlməyə başlayır. Biz ümid edirik ki, bu düzəltilər bizim artıq yeni uğurların, yeni nailiyyətlərin düzəltisi kimi biz bunu qiymətləndiririk. Bəli, bəli. Çünki Tovuzda azarkeşlər hər zaman deyir ki, təbii ki, komandamız bilir ki, süni örtükdən çox təbii örtükdə daha yaxşı oyun nümayiş etdirir və bu da artıq yeni qələbələrin başlanğıcı kimi qeyd edə bilərik. Mən də düşünürəm ki, qazonun dəyişdirilməsi və artıq çox güman ki, noyabr ayında artıq ev oyunlarımızı burada qəbul edəcəyik. Bu həm daha çox azarkeş gələcək, futbolçularımız öz doğma meydanlarına qayıdacaqlar. Bu da bir pozitiv bir stimul olacaq futbolçular üçün. Eyni zamanda Tovuz çayının ətrafındakı bazamızda artıq işlər gedir. Orada bir meydança yaxın vaxtlara salınacaqdır. Harda ki, akademiyanın yaş qrupları oynayacaq və rəqiblərini qəbul edəcək, həmçinin məşqlərini orada keçirəcəkdir. Bu da çox bir əla xəbərdir, müsbət məqamdır. Öz stadionumuzdakı bir neçə meydançadan əlavə olaraq Tovuz çayının ətrafındakı bazamızda meydançamız olacaq. Artıq orada tikinti bərpa işləri başlayır. Bəli. Və Turan faktiki olaraq Azərbaycanda ilk klub olur ki, onun bir yox, 3 bazası var. Biri Tovuz şəhər stadionu, digəri çayın ətrafındakı bazamız və eyni zamanda da Bakıdakı Kürdəxanı bazası. Bu bir klubun inkişafı üçün həmişə bunu qeyd edirik, təməl. Təməl bu prosesdir. Həm akademiyada işlər görülür, eyni zamanda əsas komanda gücləndirilir, təcrübəli futbolçular cəlb olunur, iddia ildən ilə qalxır və həmçində paralel olaraq infrastruktur işləri görülür. Bu yolda sonunun uğurla olmaması hər dəfə qeyd edirəm. İş varsa sonunda gec-tez uğur gələcəkdir və mən düşünürəm ki, sadəcə səbr eləmək lazımdır. Çünki yaxşı işlər birdən-birə görülmür, yavaş-yavaş görülür. Belə, bu məsələ ilə bağlı ümid edirəm buna mütləq toxunmalıydıq, qeyd etdik və keçək Kəpəzlə oyunun hazırlığına. Bilirik ki, növbəti turda bizi Qərb derbisi gözləyir. Təbii ki, könül istərdi ki, bu oyun ya Gəncədə ya da Tovuzda keçirilsin. Ancaq bilirik ki, Gəncə şəhər stadionunun tikintisi yekunlaşsa da, ancaq orada MDB oyunları keçirilir və hal-hazırda çox güclü hazırlıq orada həyata keçirilir. Tovuz şəhər stadionu isə bəlli məsələdə az öncə qeyd etdik, o örtüyü dəyişdirilir. Oyun Azərsun arenada keçiriləcək və ideal bir saatda keçirilir, yaxşı bir saatda keçirilir və Qərb derbisi. Bilirik ki, hər zaman istər Turan-Tovuz, istərsə Kəpəz komandaları divizionda da olsa, region liqasında da olsa, əsas liqada da olsa, Avropada oynasa, hər zaman derbidə bir derbi ab-havası olur və biz bunu ötən mövsümdə də keçirilən oyunlarda təbii ki, hətta bir oyunda bir ağır məğlubiyyətlə üzləşmişdik. Həmçinin digər oyunlarda da gördük ki, Kəpəz və Turan komandaları arasında keçirilən oyunlar həmişə öz prinsipiallığı, öz gərginliyi, həm də öz xüsusi Qərb derbisinə xas özəlliyi ilə yadda qalır və bilirik ki, Kəpəz komandası təəssüf ki, bu il ilk 5 oyunun hər birində məğlub olub və baş məşqçi son oyundan öncə bu oyundan öncə istefaya göndərildi. Nə düşünürük Kəpəz komandası ilə oyun haqqında? Mən ilk öncə deyim ki, məncə bizi çətin oyun gözləyir. Mən nəyə görə çətin oyun gözləyir deyirəm? İlk öncə derbi olduğunu qeyd edin. Ölkənin ən böyük derbisilərindən biridir. Bəzilərinə görə ən birinci, ən böyük derbisidir. Bəli, 4 böyükdən ikisi oynayır ilk növbədə. Eyni zamanda hər iki klubun təmsil etdiyi şəhərlərin ölkənin əsas futbol şəhərləri olması, azarkeşlərin ən çox azarkeş olsa malik olan klublar olması, tarixi rəqabət, bütün yaş qruplarında biz tez-tez izləyirik akademiya yaş qruplarının Turan və Kəpəzin aşağı yaş qruplarında oyunları belə rəqabət şəklində vacatarzı keçir. Bunu daimi izləyirik, görürük. Ona görə əsas komanda təbii ki, istisna deyil. Hər iki klub üçün çox vacib oyundur. Xüsusilə mənə görə bəlkə də Kəpəz üçün bir qədər daha vacib oyundur psixoloji məqamı düzəltmək üçün. Kəpəz ilk 5 oyun hər birində məğlub olubdur. Baş məşqçi istefaya gedibdi və derbidə istənilən müsbət məqam kluba psixoloji cəhətdən böyük bir stimul olar. Və sən derbidə iki xanlı qazanırsan ən böyük rəqibinə qarşı, ən əzəli rəqibinə qarşı. Eyni zamanda təbii ki, Turan üçün də.
Yəni təbii ki, Turan üçün də çox vacib oyundur. Derbini qazanmaq, belə deyək də, azarkeşlərin Sabahla oyundan sonra bu bir qədər komandadan küsməyinin və narazılığının qarşısını alacaq. Çünki derbidə qələbə həqiqətən pozitiv bir ruh verir və növbəti oyunlara daha asan hazırlaşırsan. Sən düzgün qeyd elədin. Derbi elə bir oyundur ki, burada komandaların favorit outsider olması, hansı mövqe tutması rol oynamır və hətta hədəflər belə rol oynamır. Əsas məqsəd derbiləri qazanmaqdır. Derbi elə bir ruh verir ki, insana derbidə qələbə. Keçən mövsüm bunu gördük. Məsələn, Kəpəz üzərində qələbədən sonra Turan ardıcıl müsbət oyunlar keçirdi və eyni zamanda Kəpəz komandası hansı ki, outsider oynayırdı. Oyunu qazanandan sonra ard-arda müsbət xallar qazanmağa başladı. Bu da derbinin verdiyi effekti gözləyir. Çətin oyun olacağını düşünürəm, çünki Kəpəz sonrakı mübarizə aparacaq ki, yenə qeyd elədim. Bu oyunda xal çox vacibdir. Bəli, çox güman ki, dönüş nöqtəsi kimi baxırlar bu oyuna. Çempionatda qalmaq uğrunda mübarizədə əsas oyunlardan biri kimi baxırlar. Bizim üçün də hədəfimiz çempionluq da kuboklardır. Hər oyuna 3 xal üçün çıxırıq, bəlli məsələdir. İddialı klublar ümumiyyətlə istənilən oyuna 3 xal üçün çıxırlar. Turan iddialı klubdur. Ona görə maraqlı bir mübarizə izləyəcəyəm, bizi gözlərini düşünürəm və düşünürəm ki, maraqlı, ümid edirəm ki, tək meydanda yox, tribunlarda maraqlı rəqabət olacaqdır. Hər iki klubun fan klublarının, azarkeşlərini tribunda görəcəyik. Bilirik ki, Bakıda həm çox saylı Tovuzlular yaşayır, Gəncəlilər yaşayır və onların da stadiona təşrif buyuracağına ümid edirəm. Oyun bazar günüdür, 16:30-dadır, uyğun bir vaxtdadır. İstənilən vaxtı hər kəs gəlib oyuna baxa bilər. Belə və qeyd etdik, hətta bu niyə mən düşünürəm ki, bu oyun bizim üçün çətin olacaq? Çünki baş məşqçinin istefasından sonra artıq ola bilsin ki, məsələn indi rəqib komanda yeni bir baş məşqçi ilə danışıqlar aparır və yaxud da hətta bəlkə razılaşılıb və növbəti gələn baş məşqçi son oyunlara baxır və təbii ki, hər bir futbolçu istəyəcək ki, özünü göstərsin. Hətta bir maraqlı fakt yadıma gəlir ki, ötən mövsümdə eyni belə bir situasiya ilə qarşılaşmışdıq. Biz yox, səhv etmirəmsə Kəpəz komandası səhv eləmirəmsə Sabah komandası ilə qarşılaşırdı və eyni Neftçi ilə ya ikisindən biri olmaydı və eyni oyunda artıq baş məşqçi yola salınmışdı və Xaliq Mərdanov komandanı oyuna çıxartmışdı və o da bildirmişdi ki, müsahibəsində mən komandama dedim ki, çıxın sərbəst rahat oyununuzu oynayın və təbii ki, yenə elə bir şey olacaq və komanda çıxıb qələbə qazanmışdı. Və təbii ki, neçə oyun ardıcıl məğlubiyyətdən sonra komanda çıxdı, rahat oyun oynadı və həqiqətən yaxşı oynadı. Mən ona görə deyirəm ki, yəni Kəpəz axıra qədər mübarizə aparacaq və bu oyunda ən böyük dəstəkçimiz təbii ki, hər zaman olduğu kimi Azərbaycan olacaq və ümid edirik ki, komandamız növbəti qələbəsini qazanaraq xal ehtiyatını artırar və bilirik ki, bu il bizim qarşımıza əsas məqsəd çempionluq hədəfi ən azı Avropa və Meksika qoyulub. Ümid edirik ki, komandamız bu arzularımızı reallaşdırar. İnşallah. Belə. Həm bundan öncəki oyun, həm növbəti oyuna hazırlıq haqqında bu qədər. Sağlam qalın, növbəti verilişlərdə görüşənədək. Sağ ol.